Rəhmət Peyğəmbərinin dünyadan köçdüyü gündür, Səfər ayının sonudur. Biz 60 gün əza saxladıq, çünki elə Peyğəmbərə ağlayırdıq biz. Hər zərbə Hüseynə dəyirdi, əslində Peyğəmbərə dəyirdi, onu görən lazımdır. Hər ya Hüseynin arxasında ya Rəsulallah dayanırdı. Sən deyirsən, niyə Peyğəmbərə ağlamırsınız? Biz 60 gün elə Peyğəmbərə ağladıq, sənin xəbərin olmadı. Hüseyn Peyğəmbərin qabağında özünü sipər eləmişdi. Yoxsa oxlar Peyğəmbərə tuşlanmışdı. Necə Hüseyn namaz qılanda ox atırdılar, səhabələr dayanmışdı. Hüseyn də özünü sipər eləmişdi. Amma bəzi oxlar getdi, dəydi və Peyğəmbərin ürəyinə sancıldı. Bu Peyğəmbərin müsibətidir. 60 gün İmam Hüseyn bizi Peyğəmbərlə tanış eləyirdi ki, tanış olaq. Onun qəribliyini başa düşək. Çox qərib və tənha can verdi Peyğəmbər. Peyğəmbərə ümməti danışmaq imkanı vermədi son nəfəsində. Dedi, bir şey yazın, qoymadılar yazmağa. O qədər qərib idi. Peyğəmbər Həzrət Əliyə dedi ki, çıxart bunları. Xəstəliyin ağırlığından mənim üçün bunların olmağı ağırdır. Bunlar mənə danışmaq imkanı vermir. Bunları çıxart yanımdan. Kim var idi başının üstündə? Əli, Fatimə, Həsən, Hüseyn. Bugünün müsibəti çox böyüdür, səssiz müsibətdir, amma adamı yandıran müsibətdir. Bəli, burada qılınc yoxdur, nizə yoxdur, ox yarası yoxdur, südəmər uşaqlar oxlanmır, amma hamısı bu müsibətlərin elə bu gündədir, sən demə. Buradan başlandı, sən demə. Burada toplaşıb hamısı. Bugün adi vəfat günü deyil, bugün Peyğəmbərin qəriblik, tənhalıq günüdür. Xəlvətdə dəfn elədilər Peyğəmbəri, ay Peyğəmbərin ümməti. Haradaydı Peyğəmbər ümməti? Qayıtdılar evə, xanım Zəhra ağlaya-ağlaya çıxdı. Dedi, necə qoya bildiniz o bələni torpaq altına? Necə üstünə torpaq səpə bildiniz Allahın rəhmət Peyğəmbərini? Fatimə o gündən başladı ağlamağa, son nəfəsinəcən naləsi kəsilmədi. Fatimə Peyğəmbərin qəribliyini ağlayırdı, tənhalığını ağlayırdı. Doğrudan Səfər ayı deyirlər, ağır aydı, çox ağır aydı. Bu ay rəhmət çəkilib. Allahın rəhməti yer üzünü tərk eləyib. O elə bir nurdur ki, ona bir dəfə qismət oldu, o yerə gəlsin. Biz onu görməmişik, o dövrdə yaşamadıq. Bu ümidlə yaşayaq ki, qiyamət günü onu bizə göstərsinlər ki, budur rəhmət Peyğəmbəri.